Peygamberin kemali cemaline salavat hediye eyle. Allahümme salli ala Muhammed ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdü es-senâ'u lillahi rabbil âlemin. Vel âkıbetu lil muttaqin. Thumma s-salatu ve selamu ala Resulillahil emin. E'ani Ebel Kasimi Muhammed. Allahümme salli ala Muhammed Sallallahu aleyhi ve alihi ve sellem ve ala ehl beytihi tayyibin tahirin el ma'sumin siyyama namusud dahr veliyyil asr Hüccet ibnil Hasan accelallahu teala faracahu şerif ve la'netullah ala a'daihim ecma'in Rabbi şrahli sadri ve yessirli emri وَحْلُلْ عُقْدَةً مِنْ لِسَانِي يَفْقَهُوا قَوْلِي. Esselamu Aleyküm ve Rahmetullah. Ağamız, Seyyidimiz, Mevlamız, başımızın tacı, kalplerimizin nuraniyeti, İmam-ı Zamanın salamat olması, Nazenin kalbinin bizlerden razı ve hoşnut olması, düşmenlerinin mehvi, zuhur ve kıyamının teciline salavat hediye eyle. Allahümme salli ala Muhammed ve ali Muhammed. Bəhsimiz İsra suresinin 63. ayesindədir. İsra 61'də Xudavənd Müteal buyurur və iz qulna lil melaikatu uscudu li Adəmə fəsəcədu illa iblis qala ascudu limen xalaqta tina. 61'də Xudavənd Müteal 61-ci ayədən iblisin, şeytanın söhbətin başlayır. Bu ayədə ərz elədik ki, buyurur Xudavənd Müteal və iz qulna lil melaikati uscudu li Adəm. O vaxt ki biz dedik mələklərə səcdə edin Adəmə, fəsəcədu, onlar səcdə etdilər. İlla iblis, iblis etmədi. Qalə əscudu limən xələqtə tina, torpaqdan yaratdığıma mən səcdə edim, etmirəm. Bu 61 söhbətin etmişik. Qalə ərəəytək hazəlləzi kərrəmtə aleyyə. Bu torpaqdan yarananı elə bil başımın üstünə qoymusan Allaha. Allaha qayıdır iblis. Yəni bu torpağı məndən mükərrəm eləmisən, üstün eləmisən. Yəni o alicənab ola bilməz. Mən onu alicənab bilmirəm. Ləin əxxərtən ilə yevmil qiyamə. Birdən məni saxlasan qiyamətə qədər. Lə əhtənikənnə zurriyyətəhu illa qalila. Onda görərsən ki, Allah'a deyir, mən onların az bir dəstədən başqa hamısını alladaram. Onda görərsən. O elə bir ki, deyir, haqla batilin bilinməyi fiziki gücdür. Məsələn, iblis deyir ki, mən aldatdım, misal üçün 10 nəfərdən 9'un apardım cəhənnəmə, deməli mən üstünəm. Mənim xilqətim də üstündür. O fiziki baxır, materialist axı iblis. İblis materialist. Onlar ki, bu günlərin materialist əqidəsi ilə yaşayırlar. Onlar həmən o iblisdən su içiblər. Onun əqidəsindədirlər, materialistlər. Bu 62. 63-cü ayədə ki, bəhsimiz 63-cü ayədir. Buyurur Xudavənd Müteal qalə izhəb. Xudavənd Müteal buyurdu izhəb, get. Get. Fəmən təbiəkə minhum. Onların içindən hər kəs sənə tabi olsa, fə innə cəhənnəmə cəzaukum. Sizin cəzavuz cəhənnəm olacaq. Özdə cəzaən məğfura. Cəzaən məğfura yəni tam cəza. Yəni nə düşür onu da eləyəcəyik.
Burada artıq rüşvət keçmir. Burada dayday keçmir. Bu dünyadır. Bəzi insanların, bəzi adamları hardadır? Telefonla zəng gəlirsən ki, kömək elə. Daydaylıq eləyir. O dünyadadır. Orada o yoxdur. Ya misal üçün pul verib, rüşvət verib, neysə aşırdırsan. Qiyamət günündə o yoxdur. Sonra bir nəfərin qolunda gücü var. Güclü adamdır. Bəli, 10 nəfəri qatar bir-birinə. Qiyamətdə o keçmir. Qiyamətdə 3 şey keçməz. Bir daydaylıq keçməz, bir rüşvət keçməz, bir də zor keçməz. Bu üçünün heç biri qiyamət günündə keçmir. Orada bir şey var, onu inşallah dərsdən sonra danışarıq. Sonra dostlar yazırlar mənə. Deyirəm, düş. Dostlar sonra yazırlar ki, o demədin orada. İndi mənə təklikdə deyinən, görüm, o nə deyirdin orada? Bəli, ayədə bütün kəlmələr yerindədir, məlumdur. Bir dənə mavfur sözü kərz elədim, kamil mənasındadır. Mavfur, vufur, yəni bir stəkanı ləbələb ağzına qədər ki, doldurmusan, da yer yoxdur orada, ona deyirlər vufur. Mavfur o mənada. Cəza mavfura. Bir cəza ki, mavfurdur. Yəni ləbələb. Yəni nəyə, nə qədər dünyada xəta etmisən, ləbələb cəzasını çəkəcəksən. Da oradan bir damcı da azalmayacaq. Məgər insan tövbə eləyə, o da başqa mətləbdir. İkinci məsələ. İblis. İblis faili muxtar varlıqdır və mütəfəkkir. Belə deyil, iblis məsəl üçün fikirləşə bilməz. Belə bir varlıq deyil, fikirləşə bilir. İblislə insan bu məsələdə paraleldirlər. Vücudlarında fərqlilik var. Məsələn, bizim vücudumuzun 70% torpaqdır, onda 30% torpaqdır. Bu vücudumuzda fərqlilik var. Amma insan da mütəfəkkirdir, iblis də mütəfəkkirdir. İnsan da muxtardır, iblis də muxtardır. Yəni faili muxtardır. Yəni iblis istəsəydi səcdə edərdi mələklər kimi. Məsələni aşırdardı. Niyə iblis oradan keçə bilmədi? Biz iblisə lənət oxuyuruq. Bəli, Allah lənət eləsin. Ariflər lənət oxumur. Ariflər Allaha deyir ki, ilahi, sənin bu iblisin ki var, rəhmətdir. Sənin rəhmətindəndir. Siz deməyin, ha? Biz deyir, biz də elə lənət qoyacaq. Ona ariflər deyirlər. Ariflər deyirlər ki, o rəhmətdir. Çünki o olmasaydı, tor atmasaydı, biz toru qırıb, sındırıb, oradan keçməyi fikirləşə bilməzdik, düşünə bilməzdik və yol açılmazdı bizim üçün. Allaha çata bilməzdik, iblis olmasaydı. Görsən, iblis mələkə heç nə eləyə bilmir. Mələk də heç nə eləyə bilmir. İblisə yox, ha? Yəni, hərəkət eləyə bilmir Allaha. Niyə? Necə doğulub, elə də qalıb. Nəfsi yoxdur axı. Amma iblisdə nəfs var. Onda da ağıl var. İnsan kimi. Ağlı da var, nəfsi də. O da mübarizə aparır. Mələklərə ki, Allah Teala buyurdu ki, səcdə edin Adəmə, getdilər səcdəyə. Ular getdi. İblis dayanıb ayaq üstə getməyəcək. Nəfsi var axı. Amma mələklərin ki, nəfsi yoxdur. Allah hər nə əmr edib, getirlər. Quranda ayə var, Allah Teala buyurur ki, mələklər mükərrəmdir. Mükərrəmun. Mükərrəm, yəni ən üstün varlıq. Ən üstün varlıqlardır. Amma insan nəfsini ki, belə deyək, məhv edir, nə ki, aradan aparır. Yox, nəfsini tabi edir ağlına. Nəfsin ki, tabi etdi ağlına, ağıl üstünləşir. Ağıl üstünləşəndə mələk qalır arxada. Amma mələkdə ki, çarpışma yoxdur. Mələk cihad eləmir. Nə cihadı əsqər, kiçik, nə cihadı avsat, orta, nə cihadı əkbər, nə böyük cihad. Heç birini eləyə bilmir mələk. Mələk elə harda xəlq olub, orada da qalıb
Bu o demək deyil ki, kiçik varlıqdır ya. Hərəkət eləyə bilmir, onda mələk zəifdir. Xeyr, mələkdir, pakdır. Quranda ayə var, Xudavənd Mütəal buyurur ki, mələklər onun sözündən qabaq söz deməzlər Allahın yəni. Yəni daha gözləyərlər Allahı. O insanlar ki, böyüyün qabağında sakit qalarlar, daim böyüyü gözləyərlər, böyüyün sözünü gözləyərlər ki, bu mələkvari sifətdir. Amma etməyə də bilərdi, çünki nəfsi var. O nəfsi ilə vuruşub bunu eləyib, ona görə mələki keçib. Amma mələk bu sifətdə belə xəlq olub. Bildiniz? Bu üstünlük ondadır. Bəs iblis bir mövcuddur, mütəfəkkir və muxtar. Yəni o da belə deyək də sahib nəzərdir. İblis adam aldatmaqda sahib nəzərdir. Fırıldaqda iblis sahib nəzərdir. Sahib nəzər nə deməkdir? Yəni nəzər sahibi. Nəzər sahibinin mənası budur ki, sözü var orada. İblis ariflərin qapısını döyüb. Yəni qəlblərinin qapısını. O qədər qapı döyüb bu iblis ariflərdən. Bizdə qapı zad yoxdur axı. Açıq qapıdır onunla. İblis elə haçan ürək istəyir, girir içəri, haçan istəyir, çıxır. Ariflərdə belə deyil, ariflərdə qapı bağlıdır. İblis gəlir o qapını döyür, taqqıldadır. Yəni fikrinə taqqıldadır. Ki aç qapını. Arif də iblislə ki heç vaxt stula oturmur, çıxır çöldə oyla danışır. Bu indi misal ərz eləyim. Bunu bir dəfə demişəm biraz çoxdan. Deməli adam var, oyla yaxınlıq edirsən. Misal üçün zəng elirsən ki, hardasan? Deyirsən ki, evdəyəm. Gəlir çıxırsan çölə qapıdan bayıra, elə oradan o yola salırsan. Yəni bu içəriyə buraxılmalı adam deyil. Oradan oyla danışırsan. Adam var, qapıdan içəri salıb elə qapının ağzında oyla danışırsan. Elə oradan da yola salırsan. Elə deyil? Tanımırsınız belə adamlar. Adam da var düz evin içində, gəlir oturur, danışırsan, söhbət verirsən, sarırsan yola. Bu qədərdir. İblisi ariflər qapıdan çöldə qarşılayırlar. Qapıdan içəriyə heç vaxt salmırlar. Ariflərin də söhbətləri var bu iblislə. Hə, o da təcəssüm eləyir, müməssəl olur, qabaqlarında cilvələnir. O demişdik bir dəfə, bir arif deyir. Qısa bir şeir formasında diyor, mən belə deyirəm. Deyir, Arif bir dəfə gördü bir 15-16 yaşında bir qız şəklində bir təcəssüm oldu qabağında. Cismə girdi, fikrində cismə girdi. Sən kimsən? Dedi, mən dünya. Dünya yəni iblis də. Dedi, mən dünya. Böyle təəccüblə baxır Arif. Deyir, axı, bu nə formadır belə? Yəni, əslində olmalıydı sən 100 yaşında. Yəni, 100 yaşında qadın şəklində olmalıydı. 14-15 yaşında qız şəklindəsən. Deyir ki, nə təəccüb edirsən Arifə deyir. Təəccüb edirəm ki, bu qədər sənin ərin olub. Amma sən bakirə qalmısan. Buna təəccüb edirəm. Orada həmin o Arif deyir ki, anki mərd buvət nə xast mərə. O ki, kişi idi, istəmədi məni. Anki namərd buvət xast mərə. O ki, nakişi idi, istədi məni, in bəkarət əzam becas mərə. Bu bəkarət oradandır. Nakişi istəyir məni, bəkarət qalıb. O Əmirəl-Möminini istəyir deyə ki, mən getmişdim mərdlərin dalıcan. Mərdlər məni istəmədi. O İmam Hüseyni deyir. Ki, İmam Hüseyin mərddir. O İmam Həsəni deyir. O Seyyid Əlini deyir. Bildiniz necə? Bunları deyir. Ki, onlar mərddir. Nə istədim ki, onlara ərə gedim, onlar qarşılamadı. Elə mənim dalımca düşənlər nədir? Deyir, anki namərd buvət xas mərə. Ağır sözdür. Da indi bu iblislə Arifin söhbətidir. Deməli, iblis yoldan çıxmağı şəxsi ixtiyarı ilə olub. Belə deyil ki, Quranda ayə var.
İndi bir yerdə də qabaqda iblis haqqında söhbətlər olacaq. Mən deyirəm ki, biraz xülasələşdirək. Bu ayənin içindədir, bunu bəhs edirəm. Quranda ayə var. Allah Taala buyurur ki, sən elədin mən belə oldum. Allah deyir, iblis. Sən elədin mən belə oldum. Sən belə etməsəydin, mən belə olmazdım. Yəni sən mənə deməsəydin ki, səcdə elə, mən adam balası kimi yaşayırdım da. Yəni iblis balası. Cin balası kimi yaşayırdım da mən. Sən elədin mən belə oldum. Yəni sən niyə mənə əmr elədin ki, səcdə elə? Etməzdin də onu. Əcəb şeydir. İblis də elə bilir ki, nədir? İmtahan yoxdur. Sinifdə oturmamısan. Sinifdə oturmuşsan, sən bilmirsən imtahan verməlisən. Sən bilmirsən ki, adın sinifdə gedir, 9 ayda məktəbə gəlmirsən. Sən bilmirsən ki, imtahandan kəsiləcəksən. Sinifdə oturmazsan, imtahandan kəsilərsən də. Ənkəbut surəsi çox gözəl ayələr var orada lap əvvəlində. Deməli, tüğyan yolunu, üsyan yolunu iblis öz ixtiyarı ilə seçib. Bu ayədən belə çıxır. 4-cü mətləb. Burada Xudavənd Mütəal iblisi həm təhqir edir, həm də təhdid edir. Təhdid eləyir və həm də təhqir. Ayə belə başlayır da. Qalə izhəb. Allah Teala buyurur ki, buyurdu Allah, izhəb, get. Ata övladını vurar səhvinə görə. Amma qapını açıq qoyar ki, girsin içəri. Ata övladını vurar, böyləsə övlad çıxar qapıdan. Hirslənər, çıxar. Amma ata yenə qapını açıq qoyar ki, qayıtsın. Amma ata övladını əlinin dalı ilə vursa, o qapının dalının bağlanmağı deməkdir. Yəni oradan qayıdış yoxdur, demək olar yoxdur. Ustad Cavad ağa buyurur ki, başqa bəhslərdə. Buyurur ki, Allah ki buyurur, xətəməllah ələ qulubihim və ələ səmihim. Allah onların qəlbləri möhürlədi və qulaqları mühürlədi və ələ əbsarihim qışavə. Çünki onlar görməzdən gəldilər. Allahı görməzdən gəldilər. Allah da buyurur ki, mən mühürlədim. Mühür də nədir? Gəldilər, dükanda kontraband mal satırsan, vergilərdən də gəliblər, görürlər ki, sən lazım olmayan şeyi satırsan. Nə edirlər? Bağlayırlar, reviziya gedir də, bağlayırlar, möhrü də vururlar, peçatı vururlar, sən onu aça bilməzsən. O ancaq haçan açıla bilər? Sən razılaşasan ki, bu kontraband mal satılmayacaq. Cəriməyə də ödəyəcəksən, sonra möhrü özləri gəlib qıracaqlar. Söhbət sivil ölkədən gedir də. O normal qaydalarda gedir. Normal qaydalarda bu cürdür. Yəni belə olmalıdır. Ata ki əlinin dalı ilə vurdu, yəni möhürləndi. Usta Cavad ağa buyurur ki, Allahdır axı. Allahdır. Düzdür Allah deyir, möhürlədim. Amma buyurur ki, təkfini möhürləməyib. Yəni təşrihi icazəsi var. Yəni bu o deməkdir ki, daha bu qayda bilməz. Bunun haqqında deyirsən ki, bu heç vaxt qayda bilməz. Xeyr, tövbə qapısı açıqdır. Amma Usta Cavad ağa orada işarə elə ki, gəlməyəcək. Gələ bilmir axı. Gələ bilmir. Yəni iblis Yezid necə gəlsin? İblis Yezid də deyil. Bu Yezid necə gəlsin? Təsəvvür eləyin, bir nəfər dünyaya gəlir. Ağa Rasulullah anasına deyir ki, bu uşaq dünyaya gəldi, ağlası özünü öldürsə də belə, mən olmadım, yemək verməyəcəksən. Təsəvvür eləyin, babası. O baba kimdir? Baba bilsiz kimdir? Allah iradə eləyir, xilqət aləmin başlasın xəlq etməyə. Birinci onu iradə eləyir. Baba odur, Rasulullah. Uşaq dünyaya gələn kimi Həzrət Zəhra gözləyir, yəni ana gözləyir. Ta Rasulullah gəlir, alır uşağı, birinci yeməyi özü verir filan. Sonra bu uşağı itir bir dəfə. İtir bir dəfə Həzrət Zəhra ağlayır, gəlir Rasulullahın yanına, uşağı yoxdur, oğurlayıblar uşağı. Cəbrail əleyhissalam nazil olur ki, Zəhrama deyinən narahat olmasın. Aparmışıq biz onu ərşə, ərşi gezdiririk onu. Elə bir gündə, 2 gündə anadan olub. Aparmışıq ərşə. Mələklər onu ziyarət eləmək istəyir. Təsəvvür etsən, belə bir varlığı bir nəfər topalana vəhşi insanlar. Vəhşi insanlar topalana öldürə. O da necə öldürmək? Ki, bilirsiniz Kərbəla vaqiəsi. Buna əmr verən özü iblisdir də elə.
ha minəl cinnəti ya ha minən nas. Ya cindən olsun, ya insandan fərqi yoxdur ki. Bu elə iblisdir. İndi deyirsən bu adam necə gəlsin, tövbə etsin? Necə qayıtsın bu? Mən ehtimal verirəm. Allahın yerinə danışmaq olmaz. Ehtimal verirəm. Əgər məsəl üçün 5 dəqiqədən sonra o adam tövbəyə əli çatacaqdırsa, Allah onu 5 dəqiqə qabaq öldürər. Ehtimal verirəm. Allah deyirlər bir alim varmış. Bu alim hər namazdan sonra ki cemaat namazı idi, yəqin indi fərdi də edibmiş, bilmirəm. Cemaat namazında böyük bir məscidlərdə böyük bir insan izdihamı ilə cemaat namazı qılırmış, beş namaz dayanırmış. Elə ki qutardı, hamısı çəkilirdi. O ağa gedirdi səcdəyə. Səcdədə deyirlər bir dəqiqə, 2 dəqiqə, 3 dəqiqə belə qalırdı səcdədə, ağlayırdı. Duranda görürdü ki, də gözləri də işib də ağlayıb. Bir dəfə bir nəfər səmimi adam soruşur ki, ağa, nə məsələ deyil, hər dəfə səni belə görürük. Yəni da səmimi sualdır da. Səmimi cavab istəyirəm bundan. Ağa deyir ki, mən hər namazdan sonra, hətta evdə belə, hər namazdan sonra gedirəm səcdə, Allaha deyirəm ki, ilahi, mən ki səni tanıyıram. Sənin rəhmət və bələdəm, sənin kərəmi və bələdəm. Məvada yezdi bağışlayasan ha. Birdən Hüseynin qatilini bağışlayarsan ha. Onu deyib ağlayıram. Ki, yəni məvada belə olsun ha, yəni, estağfurullah. Allahın yerinə danışmır. Sadəcə olaraq o həqiqəti istəyir bildirə ki, bu həqiqətdir. Hə? O ehtimalı bəndə ərz edirəm ki, birdən 5 dəqiqədən sonra əli çatacaqdısa tövbəyə, Allah onu 5 dəqiqə qabaq öldürər ki, əli çatmasın. Çünki zülmüdür möminlərə. Möminlərə zülmüdür. Yezid tövbə edə, gələ cənnətə. Bu möminlərə zülmüdür. Necə ola bilər qatillə məqtul? İkisi bir yerdə. Bu olmur. Bu aləmdə 2 dəfə olub. İndi başqa şeylər biz bilmirik. Bu aləmdə 2 dəfə olub. Bir dəfə Xızır öldürüb. Qatil, məqtul hər ikisi cənnətə gedəcək. Qılıncla öldürüb. Bir dəfə də Əmir əl-Möminin öldürüb dilinin qılıncı ilə. Həmmami. Burada da qatil, məqtul hər ikisi cənnətə gedəcək. Bildiyimiz bu 2 şey var. Biri Qurandadır, biri də rivayətdir. Tabi ondan başqa mən bilmirəm. Qatillə məqtul hər ikisi cənnətə gedir. Daha qalsın Allahın işi diyor. Bəli. Xudavənd-i Mütəal bu ayədə həm təhdid edir. İzhəb bir var ki, mənə Xudavənd-i Mütəal mülayimdir də. Hə, yaxşı get. Bir də var ki, qalə izhəb əmr formasında. Əmr eləyirəm, çıx buradan. Qalə izhəb. İkinci buyurur ki, təhqirdir. Həm təhdid edir, həm təhqir edir. İblis təşrii azad deyil. Bıraxdıq Allah. Keçən ayəni ərz elədim də. O ayədə Xudavənd-i Mütəal buyurdu ki, qalə ərəəytək hazəl-ləzi kərrəmtə aləyyə ləin əxərtəni ilə yevmil qiyamə, qiyamətə qədər məni saxlasaydın, onda baxardın ki, mən bunların 10-dan 9-unu Allahcıyam, məsələn deyirəm, misal ərz edirəm. Allah Teala da iblisin sözünə baxdı. Belə deyək. Qalə izhəb. Orada deyir ki, məni saxlasan qiyamətə qədər, mən belə eləyərəm. Allah Teala da buyurur ki, qalə izhəb. Yaxşı get. İndi görün, yəni mən nə edəcəm də? Qalı cəmur fəmən təbiəkə minhum. İndi onların içindən bir dəstə allandı. Sənin sözünə baxdı. Başqa yerdə var. Xudavənd-i Mütəal buyurur ki, iblis ki, əlin vurdu, əlinə dedi, mən də bunları aldadacağam. Xudavənd-i Mütəal buyurur ki, mən tövbə qapısını açdım. Yəni, mən sənə aldananı mənə qayıtmaq istəsə, mən onu elə qarşılayacağam. Mislin ki, sənə heç aldanmayıb. Mən belə eləyəcəm. Yəni, sən uduzacaqsan iblis. Bu ayənin içində deməli, bir cümlə çıxartaq. Elə bir ki, başlıq yazaq. İsra 63-cü ayıdır, bir başlıq yazaq. Başlıq budur. İblis insanları aldadıb cəhənnəmə aparmaq mərasimində o müharibə meydanında və mübarizədə Allahın rəhmətini uduzdu.
Uduzdur. İndi bu ayənin altından nələr çıxır? Yəni bu cümlənin altından nələr çıxır? Ki Xudavənd Mütəal qovğa eləyib. Kaş məsəl üçün İsra surəsi olmasaydı, başqa bir yerdə görüşsəydik, hər gün görüşsəydik, ancaq bəndə 30 gün sizə ancaq bu ayədən danışardım. 30 gün ancaq bu ayədən. Və 1 saat, saatlarla. Ancaq bu ayə. Gələ mən bir savadı mənəm. Gedib qoyarsan ustadların qabağına bu ayəni, hələ mən İmam Zaman ağa demirəm. Qoyarsan qabağına, İmam Zaman ağa buradan çıxmaz. Bu ayədən çıxmaz. Elə qalar bu ayədə. Elə hər gün bu ayədən danışar. Əmir əl-Möminin danışmadı. İbn Abbas deyir də, Abdullah İbn Abbas deyir ki, İşa namazını qıldıq, oturduq. Dedim ağaya ki, Əmir əl-Möminin. Dedim ki, ağacan, bizim üçün biraz danışdı. Deyir, nədən danış? Deyir, mən dedim ki, Fatihə surəsini təfsir eləyərdin də bizim üçün. Əmir əl-Möminin razılaşdı. Bismillahirrahmanirrahim. Fatihə başlayır. Başladı. Bir də gördük ki, sübh azanı verilir. Hələ bağının nöqtəsində danışır. Bu hərfinin, Bismillahın bığısının nöqtəsindən danışır hələ. Sübh azanı oldu. Deyir, biz də təəccüb elədik ki, bu zaman necə keçdi? Azından orada bir uzun gecələr, qısa gecələr söhbətində azından bir 4 saat yenə var da. 4 saat da hələ bığının nöqtəsindən buyurdu, and olsun Allahın izzətinə. And olsun o varlığa ki, canım əlindədir. Mən Fatihə surəsinə təfsir yazaram. Cild. 7 dəvə daşıyar. 7 dəvə yükü. Ancaq Fatihə. 7 dəvə yükü. Əmir əl-Möminin də verərsən ayəni ona, yesi odur da. Təfsirin yesi kimdir? Odur. Bayaq da elə atmışdılar bir nəfərin səsin. O elə bir insandır ki, insan demək mümkündürsə. 2 dəqiqə neçə saniyə orada söhbəti var. 2 dəqiqə neçə saniyənin içində, 2 dəqiqə neçə saniyənin içində Quran ayələrini təhrif elədi. Ünvanını döndərdi. Ünvanı döndərdi. Bugün var ya, bəzi insanlar gedirlər bəzi yerdə 1000 hektarlarla torpaq alırlar. Cəmaatın həyətinə, hektarına gedən suların ağzını göndərirlər özlərinə tərəf. Orada quraqlıqlar baş verir, hamısı batır. Necə öləcəklər, nə olacaqlar, heç məsələ aidiyyəti yoxdur. Çünki onlar insan deyirlər, insan mənəm deyirlər. Bildiniz? Necə suyu döndərirsən, milyarderlər, milyonerlər suyu döndərirlər özləri üçün. Bu da ayəni döndərdi, ünvanını dəyişdi. Ünvanını saldı bizə. Halbuki ünvan oradaydı, çöndərdi ünvanı. Təsəvvür edirsiniz? Ayənin yerini dəyişdi. Halbuki ayə bu deyil. Təsəvvür edin. Elm belədir. Bunu deməliyəm Eda. Elm belədir. Elm insanı düz peyğəmbərə qədər aparır. Həmən elmdir. İnsanı nəfsi qatdın ora. Həmən elmdir Yezidlə bir yerdə. Bir ömür Yezidə lənət oxa. Bir ömür Yezidə lənət oxa. Sonra Yezidlə bir yerdə yığdığın məlumatları əməl etmə. Yezidlə bir yerdə ol orada. Çox ağırdır. Çox ağırdır. Mən təəccüb edirəm hərdən. Demirəm hər gün. Yadıma düşəndə fikirləşirəm ki, İlahi, bu Əshab-ı Kəhfin iti neynədir, getdi Əshab-ı Kəhflə cənnətə? Neynədir bu it? Salihin dəvəsi. Deyir, Salihin dəvəsi getəcək cənnətə, eybi yox, atası yox, anası yox. Dağın içindən Xudavənd Mütəal xəlq eləyib çıxartıb və məzlumcasına o dəvə nə olub? Öldürülüb. O da indi ilahi ecazın içindəydi. Onu bitər mən başa düşərəm. Amma bu it yox da, bu it Əshab-ı Kəhfin itinin anası da var idi, atası da var idi. Bunlar dedilər indi ya 3 idilər, ya 5 idilər, ya 7 idilər, bilinmir sayları. Çoban da qoşuldu onlara. Çobana dedilər ki, bu iti azdıraq da. Çünki biz gizləncəyik mağarada. Bu it daxı, hörər yerimiz bəlli olar. Yəni, açığa çıxarıq. Öldürərlərsə o bizi. Ya iti azdıraq.
İt də düşüb bulanı dalayacaq. Deyir, gəl iti azdıraq. İt də çobanın itidir. Çoban deyir ki, baxın da yəni. Demir azdırım. Baxın da yəni. İt dil açdı. Dedi ki, məni niyə azdırırsınız ki? Mən də sizin əqidə deyəm. İt. Məni niyə azdırırsınız? Mən də sizin əqidə deyəm. Demirəm, bu kəlmələri dedi. Elə bu ibarətlə. Dedi ki, mən də sizin əqidə deyəm, məni niyə azdırırsınız? Mən sakit qalacağam. Mən sizi qoruyacağam. Elə it götürdü, gəldi onları mağaraya. İt yolu göstərdi. Əcibdir bu aləmin işi, Allahın deyişi əzibdir. Nə xəlq elirsən ilahi. Sonra da rivayətdə var ki, bu it getəcək cənnətə. Ayıb olacaq ha. Vallahi ayıb olacaq. Mənim hesab kitabımı Allah Teala soruşa. Hesabsız cənnətə gedənlər gəlsin. İtin nə hesabı? Nəfs var, ağlı yoxdur. Nə hesab? Təsəvvür edirsən? Bir adam baxacaq ki, belə Əshab-ı Kəhfin iti belə gəldi. Başını salıb aşağı. Çıxdı, getdi. Hesabsız, kitabsız cənnətə. Səxavəti də saxlayıblar burada bitdən sirkəyə. Nə var hamısını bir-bir soruşurlar. Saniyə soruşurlar. İndi neçə olacaq hələ ki, 52. Saniyələrin soruşacaqlar. Saniyələri soruşdular, qutardılar ki, cigərin çıxartacaqlar. Sonra bir də cigərin çıxartacaqlar. 2 dəfə cigərin çıxartacaqlar. Çünki deyir rivayətdə ki, bir dəfə ömürdən soruşulacaq, bir dəfə ayrıca cavanlıqdan soruşulacaq. Bildiniz? Ona görə səxavətin cigərini bir də çıxartacaqlar. Hamımız narahat olmuyor, sizdə də elə cigər 2 dəfə çıxacaq. Amma məndə 3-cü cigərdə çıxacaq. Çünki sən oturmuşdun, ustad qabağında diz vurmuşdun, sən dərs oxumuşdun, o dərsi kimdən almışdın, hara xərclədin bu elmi, o məlumatları, buyur indi sənin səxavətin cigəri 3 dəfə çıxacaq. Sizinki 2 dəfə çıxacaq, yəni bitər qutararsınız canınızı. Məndə elə bir ki, artıqdır. Bu məlumatlı adamlar var, bu ruhanidir, axunddur, filandır, hər nədir, kliçkalar. Bunlar bilirsiniz nədir? Bunların cigərlərini möhkəm çıxartacaqlar. Gəl bura cavab ver görüm. Sən bu elmi ortalığa qoydun dünyavı bəzəmək üçün. Dünyavı bəzəmək üçün eləmişdin bunları. Dünyam olsun. İndi mən o ruhani demirəm ki, 3 mərtəbə, 4 mərtəbə, 5 mərtəbə. Ay əzizim, sən ruhanisən. 3 mərtəbə nədir? 4 mərtəbə nədir? Hələ 5-i gedirdi. Deyiblər ki, 5-i gedirdi, deyiblər ki, daha saxla. 5-ə gedirdi, saxla. Sənin evin içində liftin var filan. Bu ruhanidir ya bu, ruhani deyirəm. Bir nəfər də mömindir, evində lifti də var filan, özü bilər. Versin beytulmalından, xumsun versin, zəkatını versin. Sonra möminlərə də yardım eləsin. Evində lift də var, olsun. Sizə olur, bizə olmur. Başa düşdünüz? Yəni siz qazanarsınız onu, zəhmət çəkərsiniz, hər şeyiniz olar, sizə halal. Amma səxavət gəldi, səxavəti olmaz. Səxavət elə bir yol seçib ki, sənə olmaz. Bildiniz necə? Bütün halalların hamısı sizə halaldır. Bütün halalların hamısı sizə halaldır. Səxavətə gələndə en qədər halallar var ki, haramdır. Budur. Yəni bu həqiqətlə insan yaşamalıdır. Elmi sənə verməyiblər, dünyavı bəziyəsən, nə bilim, belə olsun, belə olsun. Elmi sənə veriblər, əməlinlə zinət olasan. İblis də bu ortalıqda nə edir? Öz işlərini görür. Mən çox çıxdım kənara. Mən istədim ki, qutaram bu ayəni. Bəli, iblis təkvini azaddır. Nə təşrii? Bildiniz? Yəni, o ki, Xudavənd mütəal buyurur ki, qalə izhə, buraxdım səni, yaxşı get, yəni öldürməyəcəm səni, get. Başqa ayələrdə var da, Hicrdə ya Tahada Xudavənd mütəal buyurur ki, məlum olan günə qədər səni saxladım. Məlum olan gün nədir? İmam Zaman ağanın gəlişi. Məlum olan günə qədər səni saxladım. Yəni get, təhqir eləyir, təhdid eləyir, buraxır. O buraxmaq nədir? Buyurur, təkvinidir. Nə təşriyi?
Yəni azadçılığın mənası nədir? Azadçılığın mənası budur ki, mən səndən şəriət soruşmayacağam. Belə deyil axı. Burada da bir cümlə var idi ya. Bəzi fərdlər var, onlarda əxlaqları gözəldir. Bəziləri var, onların əxlaqları xəstədir. İki yönlü. Artıq mən burada iblisi saxlayıram. İblisin aldatdığı insanlardan danışıram. Xudavənd Mütəal bəziləri üçün buyurur ittəqu. Elə bir ki, xətakardılar. Allah da buyurur ki, ittəqu, təqvalı olun. Yəni, bunların xəstədir əxlaqları. Amma dərmana gələndir. Müayinə olunub, müalicəyə gəlir. Məsələn, İraq, bəzi xəstəliklər var, məsələn, xərçəng xəstəliyi, Allah bütün xəstələrə şifa inayət eləsin. Xüsusən bu xərçəngdən əziyyət çəkənlərə Allah şifayı acil inayət eləsin. O xərçəng xəstəsi misal üçün 4 mərhələdən ibarətdir. 1-ci dərəcə, 2, 3, 4 ki deyirlər. 2 qutardı. 3-ün əvvəlinə keçəndə deyirlər dala qayıdış, yəni mümkündür. Müalicəyə gələ bilir. 3 qutaranda. 4-ə keçdi artıq nədir? Müalicəyə gəlmir. Ruhda da belədir. Birdən gördün ki, ruhuna xərçəng düşür. Tez onun dərəcəsini ölç, gör hansı dərəcədədir. Qoyma keçsin ikini. Elə birdə deyəm. Başın bıraxsın, başın bıraxsın. Yəni insan, üzr istəyirəm, bütün himməti şəhvət ola düşüncəsi, bütün himməti. Gecə gündüz elə bu şəhvət düşünsə, bu onun təfəkkürü, şəhvət dəfələrlə, dəqiqələrlə, saatlarla, günlərlə, aylarla bu şəhvəti düşünsə, bu mütləq bir dəfə çölə çıxacaq. Mütləq çölə çıxacaq. Allah Teala buyurur ki, pir mənimdir kəramətinə bələdəm, mən yaratmışam bunu. Buyurur, əgər sənin düşüncə şəhvət olsa, hər dəfə şəhvət olsa, ki mən bilirəm bir gün bu çölə çıxacaq, çölə çıxdı, harama düşməyəsən deyə 2 kəlmə cümlə qoymuşam. Ki ora get. İndi istəsən bunu məhv etməyə daimi yol qoymuşam. İndi daimi var, yenə mümkün deyil, müvəqqəti yol qoymuşam. Sən əgər daimi ilə müvəqqəti haqqında, o birisi ilə özün aranda fasilədə müvəqqəti sözü ya daimi sözü qoymasan, həddi aşmış sayılacaqsan. Sətral tərz edirəm də. Həddi aşmış sayılacaqsan. Həddi aşdın. Daha artıq sənin üçün maraqlı deyil. Ənkəhtu müvəkkilə filan. Daha maraqlı deyil. Ya məttə'tu filan miqdar. Daha sənin üçün maraqlı olmayacaq. Onda olacaqsan Trump. Hamınızdan üzr istəyirəm, eşidənlərdən üzr istəyirəm ki, qızına deyə ki, bir adam 8 milyard insanın qabağında qızı ilə o cür o münasibəti danışa, efirə verə. Bildiniz necə? Bu adamın bütün təfəkkürü odur. Mən qorxuram bəzən bəzi misalları ərz eləyim. O da xətərli misaldır. Bəli. Fussilat 40-da Xudavənd Mütəal buyurur ki, İ'məlu ma şeytum. Onlar ki, ağıllarını satdılar iblisə. Allah buyurur ki, İ'məlu ma şeytum. Gedin nə bilirsiniz? Quranda bir ayə var. Xudavənd Mütəal buyurur Həzrət Rəsulullah'a Zərhum yəlhəbu və yəlhəb. Mən qorxuram bu ayəni görəndə. Bu ayəni adam yaza başının üstünə. Bir ustad demişdi ki, bir hədis deyəcəyəm sizə. Daha yaxşıdır ki, insan bu hədisi yaza qoya cibinə. Qabaq başqa cür deyirdilər. Bir cümlə deyəcəm sənə, sırğı elə tax qulağına. İndi bu kişilər bilmir də, qadınlar bilir. Qadınlar ki, sırğa salırlar. Hər dəfə o sırğı onların xatirəsidir. Çünki qulaqlarını deşiblər axı. Deşiblər, taxıblar. O hər dəfə tərpənəndə sırğası xatırladır o deşilmə mərasimin. Bildiniz? Qabaq deyərdilər ki, bir söz deyim, sırğı elə tax qulağına.
Amma bu ustad elə demədi. Dedi bir hədis deyəcəm sizə. Bu hədisi yazın qoyun cibinizə. İndi cəmaət pulgirdir. Cəmaət indi cibində pul gəzdirir axı. Buyurur ki, yaz qoy cibə. Pulları çıxartdın xərcləyəndə o hədisi gör. Daha qulaq kara gəlmir indi. İnsan hansı hətta gəlib satıb ki, qulağının deşilməsi buna nədir? Bir əhəmiyyət kəsb eləmir. Artıq görə bu cibində gəzdirsin. Əcib deyə bu insan. İsra 60'da böyle ki izhəb, get. Get. İndi mən sən qabaqda baxacağam. Əlbəttə iblis əvvəlcədən məlumatlı idi. Ayəyə bax. Deyir o 62-ci ayədə bir zürriyyətəhu, mən bir Adəmin bütün zürriyyəsini aldadacağam. İlla qalila. Orada yəni neçə nəfər olacaq? Mənim onlara gücüm çatmayacaq. Əvvəlcədən məlumatlıdır iblis. İblis də az bilmirdi hələ o vaxt. Adəm xəlq olanda az bilmirdi. İlla qalila, yəni içində olacaq. Mənim aldada bilmədiklərim olacaq. Hardan bilirdi? Onlar hələ gəlməmişdilər. Elə deyil. Onların elə cisimləri yox idi. Onlar hələ gəlməmişdilər. Hardan bilirdi iblis olacaq içində mənim aldada bilmədiklərim? Hardan bilirdi? İblisin nəfsi tüğyan eləyirdi. Bildiniz? Bir cümlə işlətəcəyəm. Ola bilər kimsə gələcəkdə 3 ilə, 5 ilə, 10 ilə, 30 ilə qulaq asar bu dərsə. Deyər ki, yox, bu kəlmədə bir problem var. Mümkün deyil. Amma da bu söz də qalsın onun yadında. 30 ildən, 40 ildən sonra bu söz də qalsın yadında. İblisin nəfsi tüğyan eləmişdi, fikri yox. Dedim axı əvvəldə, iblis mütəfəkkirdir. Bəzi mütəfəkkirlər var ki, onlar düz Peyğəmbərin yanındadılar və şəhid olublar. Onların adının qabağında mütəfəkkir yazılır. Mən istəmərəm gələn bunu ona bərabər eləyəm. Ona görə o haqda danışmırıq. Amma gəldin iblisin fikrinə, mütəfəkkirdir. Mütəfəkkirdir mənası budur ki, fikirləşir. Fikirləşir, hesab kitabı var iblisin. Və bir dəfə də söz verib Allaha ki, aldadacağam. İşini də görür. İşini də görür. Görmürsünüz? İndi iblisin elədiyini görsənmir, görə bilmirik. Bu insanla olan bu iblislərin də elədiyini görmürsən. Yəni bu da sənə kifayət eləmədi. Heç olmasa bu kifayət eləsin sənə. Ki bəli, həqiqətən də budur. Bu insan cildində iblis. Mən o deyərəm Trump, mən o deyərəm Netanyahu. Bunlar belədir. Amma bir də ölkə çıxır, o ölkənin baş naziri haqqı tanıyır, haqqı bilir. Niyə bu bilir, o bilmir? Çünki o birisi zalimdir. Birinci iki dənə. Onlar üçün bilmirlər, haqqı bilmirlər, üçün zalimdirlər. Amma bu üçüncü dediyim, bu nədir? Günahkardır, böyük günahlar da eləyib. Amma üçün zalim deyil, haqqı bilir. Bunu bilmək lazımdır. Bir insan zalim deyilsə, nə qədər günah eləyir, eləsin belə. Günahı ictimai günah deyilsə, 1. Və zalim deyilsə, 2. O həmişə haqqı biləcək. Amma o birisilər yox. Biləcək, etiraf eləməyəcək. Bu adam iqrar eləyir haqqa. Deyir, bəli, orada 74.000 insan ölüb. 74.000 insan ölüb orada 2 ilin içində. Onlar məzlumdular, bu bildi. Amma o birinci ilə ikinci dediklərim bilmədi. Onlar iqrar eləyə bilmədilər, etiraf eləyə bilmədilər. Niyə? Çünki zalimdilər. Zalimdirlər. Bu ayədə bir dənə də mətləb var. O mətləb budur. Dəfələrlə ərz eləmişik bu haqda. Deməli,
Xudavənd Mütəal Quran-ı Kərimdə buyurur ki, bir nəfər 1 manat ehsan eləsə, mən yerinə 10 eləyərəm. Bir nəfər 10 eləsə, 100 eləyərəm. Sonra başlayır çoxaltmağa Xudavənd Mütəal. 7 dənə əksə, mən hər sümbüldə 99 verərəm ona. Yəni 700 verərəm ona. Sonra başqa, sonra gəlib yerdə deyir ki, öz yanımdan ona yer verərəm, sonra buyurum özümü verərəm ona. Belə mərhələlərlə. Amma əzabda Xudavənd Mütəal buyurur ki, mən bərabər saxlayaram. Əzabda bərabər saxlayaram. Nəbə surəsində buyurur cəzaən vifaqa. Vifaq yəni uyğun. Bir cəza verərəm, o cəza uyğun olar. Xudavənd Mütəal buyurur ki, qalə izhəb fəmən təbiəkə minhum, onlardan hər kəs tabi olsa sənə, fə innə cəhənnəmə cəzaukum cəzaən mağfura. Kamil verəcəyəm, amma özünü verəcəyəm. Bu dünyada bu üzr istəyirəm sizdən, satqın məhkəmələr, satqın prokurorlar, satqın hakimlər filanlar ki, kürə doludur. Bu ilə mən ondan danışmıram. Normalda budur ki, məsələn, həqiqi bir məhkəmədir, həqiqi bir hakimdir və həqiqətən də bu qatildir və həqiqətən də buna 10 il verilməlidir və həqiqətən də 10 il verirsə, Xudavənd Mütəal buyurur ki, mən artıq etmərəm. Uyğunun verərəm. O uyğunun verərəmin söhbəti Xudavənd Mütəal bunu bəhs edir. Bəhs edir ki, bəli, mən çox saxlamayacağam cəhənnəmdə. Əbədi saxlamayacağam. İblisin belin qırıb Xudavənd Mütəal. Ona qərz elədim ki, həm təhdid edir, həm təhqir edir. Təhqir edir qovulmaqla, təhdid edir. İblisin təhdidi nədir? İblisin təhdidi budur. Sənin aldatdığını mən qaytaracağam. Sən aldadacaqsan, mən qaytaracağam. Özümü atacağam onun içinə. Özümü atacağam onun içinə. Tövbə şəraiti yaradacağam onun üçün. Onu döndərəcəyəm özümə tərəf. Sənə qalan elə sənə qalacaq. Bunu davam eləyərik. Elhamdülillahi Rabbil aləmin. Peyğəmbər və əhl-i beytinə salavat edəyək. Allahümme salli ala Muhammed.